Deməli, buradan Qoşulmadı. Kamal qoşuldu. Başqa heç kəs qoşulmadı. Şey yazamamışdı çünki. Ələkbər. Yazamamışdı xeyr. İndi Yəni ona qoşulmadı. görə bu sual onu da lazım olacaq deyə. Mən də yazmamışam elə. İndi suallarınızı verin. Bilirəm. Burada 19. 19'a qədər var. Sualın Kamal'da görün. Mən ev tapşırığı da yazmamışam axı. Hə, sən tapşırığı çatdıra bilməmsən. Yox, elə yazmamışam. Mən birazdan yazacağam. Heç nə. Onda biz izahları verək. Sənin üçün yazanda daha rahat olacaq. Digərlərini sən özün işləyərsən. Yaxşı. 19'da verilib, deməli, 2x, 2y əmələ gəlir 2x2 üstə gələ y2. Deməli, 1 mol y2 alınıb. Görürəm buradan. Yenə nə yazırıq? C başlanğıc, C sərf, C tarazlıq. Bunlar mütləq yazılır. Başlanğıcda x2 y-in qatılığı nə qədərdir Elmira? 6. Hə. Gedib harda dayandı? 4-də. Deməli, tarazlıq halında onun qatılığı elədi 4. Necə başa salmışsın? Başlanğıcda x2 y-in 6 manat pulu var idi. Onun ikisini xərclədi, qaldı nə qədər? 4 manat pulu. Bax, bu qalan qalıqdır. Xəttdən aşağıda nə varsa tarazlıqda olandır. Yəni, sonda bizə qalan nə olur? Mağazindən çıxanda. Sənin cibində qaldığın pul və yeni aldığın məhsul. Bax, burada da artıq qalan C tarazlıqdır. 4, bax, bu yazılan. Sonda sənə qalan, orada tarazlıqda qalandır və yeni aldığın məhsul. Başlanğıc 6-dır, 4-ü qalıb. Deməli, nə qədərin bu sərf edib? Nə qədər xərcləyib? 6-dır başlanğıc, getdi, 4-ü qaldı. Deməli, ikisini xərcləyib. Bu xərclədiyinin hesabına yeni bir məhsul alıb. Sən nəsə xərcləmirsən ki, pul xərcləmirsən ki, yeni bir şey ala bilirsən. Xərclədiyinin hesabını alıb. Və bu zaman nə alıb? 1 mol y qalıb. 1 mol y. Baxaq. Elə burada da 2 moldur. Əmsalı 2-dir. Sərf olunanda 2-dir, üst-üstə düşür. 2 mol, belə deyək, burada da qatılıqda 2 mol bölək litr qatılıqda x2 y xərclənəndə 1 mol litr qatılıqda y qalınır və deməli 2 də x2 niyə? 2 mol x2 y xərcləndə 2 mol x2 alınıraq. 1 mol da y2, düzdürmü? Burada da 2 xərclədim. 1 mol y2 almışam. Deməli 2 mol bölək litr qatılıqda da x2 almalıyam. Tarazlıq qatılığı nə oldu? x2 y-in tarazlıq qatılığı 4, x2-nin tarazlıq qatılığı 2 və y2-nin tarazlıq qatılığı 1-ə bərabərdir. Məndən nə istəyir? Tarazlıq sabitini. Tarazlıq sabiti necə ifadə olunur? Alınan maddələrin tarazlıq qatılıqları hasilinin başlanğıc maddənin tarazlıq qatılığı hasilinə olan nisbəti. Başlanğıc maddə, yəni reaksiyanın əvvəlindəki maddənin tarazlıq qatılıq hasilinə olan nisbətinə bərabərdir. Alınan maddə x2-dir. Onun tarazlıq qatılığı 2-dir və əmsal olduğuna görə qüvvət üstünə yüksəlir. Bilirik ki, əmsal qüvvət üstü kimi göstərilir. 2-nin kvadratı eləyəcək 4. Vururam. Y2-nin qatılığına. Y2-nin qatılığı 1-dir və əmsalı yox da olsa belə 1-in kvadratı kubu elə 1 eləyəcək də. Vururam 1-ə. Bölürəm nəyə? X2 Y-in deməli tarazlıq qatılığı hasilinə, daha doğrusu tarazlıq qatılığına. Onun tarazlıq qatılığı 4-dür, 4-ün kvadratı eləyəcək 16. Bu da eləyəcək 4-də 1, 0,25. Deməli, bizə nə verilib? X2 üstə gələ Y2 əmələ gəlir. Buradan 2 mol götürülüb. 2 qoyuram. Üstə gələ Y2 əmələ gəlir. 2 mol X2 Y yazdıq. İlkin qatılıqları X2 üçün N-dir. Y2 üçün N-dir. Və qapalı qabda gedən reaksiyada tarazlıq anında x2-nin qatılığı y2-nin qatılığına bərabərdirsə, tarazlıq sabitini hesablayın. Başlanğıcları n verib. Yenə yazıram C başlanğıc, C sərf olunan, C tarazlıq yazıram. Bilirəm ki, başlanğıcları n-dir. Nə qədər sərf olunub onu bilmirəm. Amma həmişə demişəm, öz əmsalı qədər sərf olunur.
öz əmsalı qədər. Ola bilər ki, bundan 2 sərf olunub, bundan 1, bundan 4, bundan 2. Bilmirəm. Nisbət əmsalı nisbəti qədər sərf olunur. Yəni, bundan 2x sərf olunanda y-dan nə qədər sərf olunacaq? 2 dəfə az. Bax, axı y2-nin əmsalı x2-nin əmsalından 2 dəfə azdır. Bunda 1-dir, x2-də isə 2-dir də əmsalı. Ona görə x2-nin əmsalı nədirsə, nə qədərsə, ona uyğun nisbətdə, yəni x2-dən 2x qədər sərf olunacaq. Y2-dən isə ondan 2 dəfə az, yəni x qədər sərf olunacaq. Başlanğıcım hər birində n-dir. Tarazlıq qatılığım x2 üçün başlanğıcda n-dir, 2x qədər sərf olunub, qalıb n minus 2x. Y2 üçün başlanğıcda n-dir, x qədər sərf olunub, n minus x. Məchulların bu qədər olmağına baxmayın, sonda onsuz da bunların çoxundan azad olacaq. Yəni, məchulların bu qədər çoxluğu sizi qorxuzmaz. Əgər burada x var, sizi çaşdırırsa, bunu a-dan da işarə edə bilərsiniz. Fərqi yoxdur. Bundan 2a qədər sərf olunursa, y2-dən a qədər yerdə qalır. N minus a qədər deməli x2-dən qalır. Daha doğrusu n minus 2a qədər x2-dən qalır. N minus a qədər də y2-dən qalır. İndi deyir ki, tarazlıq halında x2-nin qatılığı, baba, xəttdən aşağı tarazlıq halıdır. Həmin bu tarazlıq halında x2-nin qatılığı, yəni nə? N minus 2a x2 y-ın qatılığına bərabər olur. Baxaq görək, bəs bu x2 y-ın qatılığı nədir? x2 y bizdə məhsuldur. Məhsulu demişəm, nəyə əsasən tapırıq həmişə? Sərf elədiyim, xərclədiyimə əsasən. Tarazlığa yox, tarazlıq mənim cibimdə qalan qalıqdır. Sonda cibimdə qalan qalıqdır. Mən nəsə sərf edirəm, pul xərcləyirəm ki, yeni bir məhsul alıram. Yəni, xərclənən qatılığa əsasən məhsulun qatılığı tapılır. Sonda xəttdən aşağıdır, səndə qalan qalıqdır və yeni aldığın məhsul. Deməli, 2 mol x2 xərclənəndə 2 molda x2 y qalınırdı. Düzdürmü? 2-nin 2-dir, bunda da 2-dir. Eyni zamanda 2a qədər x2 xərcləsəm, 2a qədər də deməli məhsul alacam. Yenə də deyirəm, əmsalların nisbəti eyni olduğuna görə. 2 x2-nin qabağındadır, 2 də x2 y-ın qabağındadır. 2 xərcləsəm, 2 mol x2 xərcləsəm, mol böləklikdir, qatılıqdır. Eyni zamanda onda 2 mol x2, 2 mol böləklikdir, qatılıqda x2 y qalacam, düzdürmü? Burada da 2a xərclədim, sonda da 2a qədər x2 y qaldım. Bu mənim bildiklərim, tarazlıq qatılığı. Gedirik şərtimizə deyir, tarazlıq halında x2-nin qatılığı, yəni n minus 2a x2 y-ın qatılığına, yəni 2a-ya bərabər olur. Buradan n onda nəyə bərabərdir? N bərabərdir 4a-ya. Mən artıq x2 üçün tapa bilərəm ki, n bərabərdir 4a tapmışamsa, x2-nin qatılığı n-in yerinə 4a qoysam eləyəcək. Bunu başqa rəngdən yazaq. N-in yerinə 4a qoysam, 4a çıxaq 2a, bu eləyəcək 2a. Sonra n minus a-da n-in yerinə 4a qoysam, 4a çıx a eləyəcək 3a. X2 y üçün isə bu qatılıq elə 2a-ya bərabərdir. Tarazlıq sabitini tapmaq üçün yenə də həmin düstura müraciət edirəm. K tarazlıq nəyə bərabərdir? Alınan məhsulun tarazlıq qatılıqların hasilinin başlanğıc maddələrin tarazlıq qatılıqları hasilinə olan nisbətidir. Bunun tarazlıq qatılığı 2a-dır. 2a-nın kvadratı. Niyə? Çünki x2 y-ın, yəni məhsulun qarşısında əmsal var, o da qüvvət üstü kimi çıxır. 2a-nın kvadratı eləyəcək 4a kvadratı. Sonra da bölünür başlanğıc maddənin tarazlıq qatılıqları hasilinə. Bunu 3a kimi ilə saxlayıram. Bu da yenə 2a-dır. X2-nin də qarşısında 2 var. Bu da 4a kvadratı. 4a kvadratı, 4a kvadratı getdi. K tarazlıq qalır 1 bölək 3a. Və mən bunu n-lə ifadə eləməliyəm, uşaqlar. K tarazlıq bərabərdir. 1 bölək, bunlar getdi, yoxdur. 1 bölək 3a-nı mən n-lə ifadə eləməliyəm. A-nın yerinə nə qoyum ki, n-lə ifadə edeyim? Bax, buradan taparam mən A-nı. Çünki görürsünüz, özümüz A-dan ifadə elədik də. A-nı özümüzdən işarə eləmişik. A olsun, X olsun, B olsun, nə olur olsun. Özümüzdən bir hərfdən işarə eləmişik ki,
bu qədər sərf olunur. Əmsalı qədər sərf olunur. 2A qədər sərf olunur. X2-dən, Y-dən A qədər sərf olunur. Əmsalına uyğun olaraq. Bunu özümüz işarə eləmişik. Mən n ilə ifadə eləməliyəm bunu. N-i hardan alım? N-i də ki, aşağıdan tapıram. N bərabərdir 4A-dan A taparam. A bərabərdir N bölək 4. Aparıram bu A-nın ifadəsini. Buradaca nəzərə alıram. Qalan riyaziyyatdır. 3 vuraq N bölək 4 olur. 4 çıxır yuxarı, eləyəcək 4 bölək 3N. Bu da aldıq 4 bölək 3N. Kim başa düşmədi uşaqlar? Başa düşmədisə bir də izah edeyim. Ələkbər, qoşuldun, qoşula bildin. Axır ki. Düzdür, bu izahın sonuna qoşula bildin. Əgər çətin başa düşdünsə, bir də izah edeyim. Amma lap axırını bir də başa salarsınız. Lap axırda. Burasını. Hə? Bunu necə aldın? Yox, ümumiyyətlə o yazdıq o 4x kvadratı bölü 3x olsun 4x kvadrat elədiyə tarazlığı tapmaq üçün. Hə. İmini oradan sonranı bir də başa salın da. Yaxşı. Bax, K tarazlıq sabiti nəyə bərabərdir? Alınan maddənin tarazlıq qatılığı hasilinin, yəni bizim düsturumuz belədir, ifadəmiz belədir. Alınan maddələrin tarazlıq qatılıqları hasilinin başlanğıc maddələrin tarazlıq qatılıqları hasilinə nisbətdir. Bizdə tarazlıq qatılığı n bərabərdir 4A aldıq və 4A-nı apardıq, n-in yerinə qoyduq. Gördük ki, x2 üçün bu tarazlıq qatılığı 2A-ya bərabərdir. Y2 üçün bu 3A-ya bərabərdir. X2, Y üçün bu 2A-ya bərabərdir. Hər birini ayrıca göstərdim. İndi bunu aparıb yuxarıda yerinə qoymalıyam. Alınan maddə nədir bizdə? X2, Y. Onun tarazlıq qatılığının kvadratı 2A-nın kvadratı eləyəcək 4A kvadratı. Çünki X2, Y-in tarazlıq qatılığı 2A-dır, onun da kvadratı 4A kvadratı. Sonra bölürəm nəyə? Başlanğıcların tarazlıq qatılıqları hasilinə. Başlanğıcın X2, Y-in tarazlıq qatılığı, X2-nin daha doğrusu tarazlıq qatılığı 2A-dır. Əmsal qüvvət üstü kimi çıxır? 2A-nın kvadratı eləyəcək 4A kvadratı. Y2-nin tarazlıq qatılığı isə n çıxaq A idi. Yəni 4A çıxaq A, bu da eləyəcək 3A. 4A kvadratı bölürəm, 3A vuraq 4A kvadratına. 4A kvadratlar buradan ixtisar gedəcək, qalacaq 1 bölək 3A. Və mən görürəm ki, elə bir ifadə yoxdur. Çünki A-nı özümüzdən işarə elədik. Nə qədər sərf olunduğunu bilmirdik. Mən onu n ilə ifadə eləməliyəm. N ilə ifadə eləmək üçün artıq n bərabərdir 4A-dan A-nı tapıram. A-dır riyaziyyatdır. A-nı aparıb qoyursan yerinə. A bərabərdir n bölək 4-də aparıb qoyacam A-nın yerinə. Çünki məndə nə qalmışdı? K tarazlıq bərabərdir 1 bölək 3A qalmışdı. A-nın yerinə aparıb n bölək 4 qoysam 4 çıxacaq yerinə yuxarıya. 4 bölək 3n eləyəcək. Bu da A variantına uyğun gəlir. Hə, 27. Sonra şeyə yazmışam ki, tarazlığa. CO-nun altına tarazlıqda x yazmışam. O2-nin altına y yazmışam. O birisinin altına z yazmışam. CO2-nin. Sonra sərf olunana z yazmışam. Sərf olunana. CO-nun sərf olunana z yazmışam. Şərti oxu. O2-nin Altda nə yazır? CO-nun yarısı sərf olunana. Bəli. Yəni Yarısı aşağıdadır. Yarısı qalıb. yarısı aşağıda nə demək? Yarısı qalıb da tarazlıqda. Z bölü 2. Mənə qulaq as. Bax, bunun deyir yarısı sərf olunub. X qədəri bunun cibində qalıb. Yarısını da xərcləyib deməli əvvəl nə qədər idi? Bax bura. X qədər qalıb da. Heç Z-i qoy qırağa, sonra məhsulu işə salarsan. Bir dəqiqə deyən. Əsas deyir ki, CO-nun yarısı sərf olunub. CO-nun yarısı sərf olunub. Deməli, yarısı qalıb da burada. Yarısı sərf olunub, yəni nə qədər qalıbsa, o qədər də sərf olunubmuş. Sonra unsuz Z-də bərabər eləyəsən. Deməli, burada X bərabərdir Z olacaq. Deyim. Başa düşmədim. Bax, deyir ki, CO-nun yarısı sərf olunub. Yarısı qalıb da burada deməli. Bax, sən cibində 10 manatdan getmirsən.
Çıxırsan oradan 5 Ay tamam manatdan. başa düşdüm. Qalanla sərf olunan eynidir. Bəli. Çünki sən Hə, mağazinə tamam 10 manatdan çatdırdım. getmisən, 5 manatdan qayıdırsan. Deməli sən yarısını xərcləmisən də. 5 manat cibində qalıbsa 5-ini də xərcləmisən. Əvvəl 10 manatın var idi. Deməli n də bərabərdir 2x eləyəcək. Aydındır? Bura qədər gəldik. Və mən bilirəm ki, əsas məsələ, mən onu bilirəm ki, nə qədər xərcləyirəmsə, o qədər məhsul alıram. Yəni, buradan görürəm ki, x xərcləyib, x da CO2 almalıyam. Yəni, buradakı z elə x imiş. Z bərabərdir x-dir. Başa düşürsən sən bunu? Nə qədər xərcləyirəmsə, Bəli. o qədər də məhsul alıram. Çünki bunların əmsalları eynidir. 2 mol CO xərclənəndə 2 mol CO2 alınıb. Deməli, x qədər xərcləyirəmsə, x qədər də CO2 almalıyam. Və məndə bu z kimi işarələnir. Deməli, bu elə x və z bir-birinə bərabər imiş. Aydın oldu. Sən o şərti tutmalısan. Yarısını xərcləyib. Yarısını xərcləyibsə, yarısı özündə qalıb. Daha doğrusu, bu yarısı qalıbsa, deməli, yarısını xərcləyib də bu x n bərabər 2x oldu. Aydındır. İndi gəlirəm görüm y nədir buradan. Y hardan gəldi? Bir şey deyim, mən əslində özlüyümdə z-i də, x-i də n bölü 2 kimi tapmışdım. Yəni bu da avtomatik z ilə x-i bərabər eləyir. Amma sonra arxada cavablarda ya 1 var idi, ya 4 var idi. Mən fikrimdən sonra daşınmaq nədir? Gözlə, Fikrimdən indi daşınmaq. qayıdacağıq bura. Gözlə, əsas bu. Tapdıq ki, z bərabərdir x. İndi gəlirəm y-a. Y-a. CO-nun yarısı sərf olunubsa, yəni x qədər sərf olunub. 2 mol CO sərf olunanda, bax bura. Həmin o reaksiya, CO-dan reaksiyaya oksigen də 1 mol sərf edir. Yəni 2 mol CO-dan 1 mol oksigen reaksiyaya girir. Doğrudurmu? X mol CO-dan da oksigenin əmsalı axı CO-nun əmsalının 2 dəfə azdır. Onda 2 dəfə az oksigen sərf olunacaq. Yəni CO-dan x qədər sərf olunursa, oksigendən 0,5x qədər sərf olunacaq. Aydındır? Eni də biz nə tapmışdıq? Eni daxı. Eni də 2x tapmışıq da. Deməli, 2x qədər oksigenin də başlanğıcıdır. Həm CO-nun başlanğıcıdır. Oksigenin də başlanğıcı 2x-dir. Ondan 0,5x qədər xərclənib, sonunda qalıb 1,5x. Mən deməli bunu da tapdım. Y bərabərdir 1,5x. Aydındır? Bunları da tapdım. Sonra indi məndən nə istəyir? Doğru olan ifadələri müəyyən edin. N də bərabərdir 2x. Bu lövhədə nədir yazılır bilmirəm. N də bərabərdir 2x tapdıq. 29. Deməli, tarazlıq anında oksigen və azon reaksiyası zamanı oksigen və azon molekulları sayı bərabər olarsa, oksigenin neçə faizinin azonlaşdığını hesablayın. Yazıram O2, yazıram O3, bura 2 qoyuram, bura 3 qoyuram. Oksigen və azon molekullarının sayı tarazlıq anında bərabər olarsa, oksigen neçə faiz sərf olunur? Yenə yazıram Z başlanğıc. Yenə bizdə nə deyir? Molekul sayı deyir, heç şey yox. Elə birbaşa nü başlanğıc, mol miqdarı deyir, qatılıq demir. Nü başlanğıc, nü sərf olunan, nü tarazlıq. Deməli, bunları oksigenin başlanğıcını bilmirəm. Ya sərf olunanı bilmirəm, ya tarazlığını bilmirəm, tapacam. Hərəsini bir məchuldan işarə edib, şərtləri yerinə yetirəndə qorxmayın. Ha, deməyin ki, müəllim, mən bunun başlanğıcını bilmirəm, mən bunun sərf olunanı bilmirəm, tarazlığını bilmirəm, bu qədər məchulu yazdım, mən bunu necə tapacam? Əsas budur ki, orada şərtlər var, sondakı şərtlərə əsasını tapacaqsınız. Bunun başlanğıcını N ilə işarə edirəm. Bilmirəm. N ilə işarə elədim. Onu bilirəm ki, əmsalı qədər sərf olunur. Bunun əmsalı 3-dür. Amma bilmirəm, bunun 3 mol oksigen sərf olunanda 2 mol azon mu alınır, 6 sərf olunanda nə bilim yarı qədər mi alınır? Yəni onu bilmirəm. Bir dənə bilirəm ki, əmsalı qədər sərf olunur, yəni 3x qədər. Həmişə sərf olunan deyəndə əmsalını nəzərə alacaqsınız. N başlanğıcdır, 3x qədər sərf olunur, sonda oksigendən N minus 3x qədər qalır. İndi gəlirəm nəyə? Azona. Bundan 3 sərf olunanda 2 azon alınırdısa,
3x sərf eləsə, bu oksigen 3x qədər xərcləsə, nə qədər məhsul alacaq? Əmsalı qədər, yəni 2x qədər məhsul alacaq. Çünki 3 mola oksigenə 2 mol azon düşür. 3x qədər də oksigen xərcləsə, 2x qədər azon alınacaq. Sonda deyir ki, tarazlıq halında, bax tarazlıqdır, sonda tarazlıq halında, xəttdən aşağıda. Oksigen və azonun molekulların sayı bərabərdir. Mən demişəm, molekulun sayı nisbəti, mol nisbəti, onlar eyni şeydir. Yəni, bunların molekulların sayı bərabərdir. Mən bu bərabərlikdən tapıram ki, n bərabərdir 5x. Deməli, başlanğıcda oksigenin 5x qədər pulu var idi. Bunun 3x-ni xərclədi və 2x qədər qaldı. Nədir? Oksigenin neçə faizinin azonlaşdığını tapın. Yəni, neçə faizi azona çevrilib. Başlanğıcda 5x idi. Bu 5x bunun 100%. Nə qədər xərclədi? 3x qədər xərclədi. Bəs bu xərclədiyi neçə faizdir? Buradan da alacağım. X-lər gedəcək. 300 bölək 5 alacağım. 60%. Yəni, məchullardan qorxmayın. Sondakı şərtlərə uyğun olaraq məchullar gedir onsuz da. Başlanğıcda bilmirsən, sərf olunan əmsalı qədər sərf olunur. Sonda tarazlıqda n-3x qədər oksigen qalır. Azon isə əmsalı qədər, yəni 2x qədər alınır və başlanğıcda n bərabərdir 5x qədər oksigenin pulu var imiş, belə deyək də. 3x qədər xərclədi və bu xərclədiyi, yəni azona çevirmək üçün xərclədiyi mol miqdar başlanğıcın neçə faizidir? O da başlanğıcda sənin pulun 100%-dir. 3x qədər xərcləmirsən, bəs bu neçə faizdir? Oradan tapanda x-lər gedəcək, qalacaq 60%. Başa düşdünüz? Başa düşdün, Elmira? Bəli. Bəli. 32-ni yazdım, cavab 6 çıxdı. Yəni sən 33-ü biz yazdıq da, 33-ü biz yazdıq, elədi 10. Aha. Bəs 32-də? 6 eləyir. 33-də bizdən x-i soruşur. X 5-də, 33-də. 32-də amma x 6-dır. Hə, burada B-yə əlavə ediblər, fərqi yoxdur, olub 9. Yəni mexanizm eyni gedir. Sadəcə olaraq bir dənə bilin ki, tarazlıq qatılığı, daha doğrusu tarazlıq sabiti qatılıqdan asılı deyil, dəyişmir. Yəni birinci verilənlərə əsasən, tarazlıq qatılıqlarına əsasən A-nın, B-nin, C-nin siz tarazlıq sabitini tapa bilərsiniz. Və burada da dediyim kimi 33-ün üzərində görürəm ki, 2 vahid artır, 8-dən 10-a gedir. Deməli, B də 2 vahid xərcləyir, A da 2 vahid xərcləyir. Çünki yeni bir 2 vahid məhsulun alınması üçün B də xərcləməlidir, əmsalı qədər A da xərcləməlidir. Sonra qalır bundan 0, tözdən deyir ki, nə qədər A əlavə etmək lazımdır? X qədər də bilmirəm. A-ya X qədər kənardan əlavə edirlər. Belə bir situasiyanın yaranması üçün, belə bir yeni 2 vahid C-nin alınması üçün A-ya əlavə edirlər. Sonra oradan da gedib X-i tapıram.